Hoş geldiniz. Maşallah. Çoktan güzel vermişler. 16 yıl. Ama İngiliz danışarak. Çok iyi. Nazım Tavsi. Yok danışarak bilmiyorum. Asıl zamanla. Ama neçə vaxt işlə danışmır. Orada sana bir şey gidiyor. Həm də tanımır da heç şey. Yok tanıyor. Tanıyır. Tanıyor. Her şey biliyor. Reaksiya verir ya. Özünde de. Yeməyi, Yine şöyle yedik. Əmək üçün çətinliyi, o ki qaldı belə amel etsin, namıqın anası üçün. Allah səbir versin, Allah şəfa versin. Yenə də sizə də Allah şəfa versin. Yenə siz sağ olun ki, ortada xəstələrə xidmət edə bilirsiniz. Ailələr, uşaqlar, bir şəhidin neçə ailə üzvü özündən sonra bir tərəfdən bizə fəxr kimi, vüqar kimi qalır, bir tərəfdən əmanət kimi qalır. Hərəsinin həyatda bir taleyi, bir problemi var. Hamısını da həll etmək lazımdır. Dövlət başçımız da o tapşırığı verir ki, heç olmasa bir mənəvi dəstək olaq sizə, heç olmasa sizin keyfinizin xəbər alaq keyfinizin. Əlimizdən nə gəlir eləyək də, bizim əlimizdən nə gəlir eləyəcək ki, heç olmasa siz biləsiniz ki, dövlət başçısı, dövlət, hökumət həmişə sizi diqqət mərkəzində saxlayır. Çox ağırdır, çox ağır dərddir. Özü şəhid, uşağı qaldı belə, atasız, yoldaşı qaldı, ailə başçısız. Qızlar ərdə, ana, ata xəstə, çox çətindir. İndi siz burada olanda anıya bəlkə biz biraz oludum da, ananı ağlamasın. Qız eləyir. Qız eləyir. Üçün çay. Yelisiniz, gəlmisiniz. Yenə də dua edirik, arzu edirik ki, Allah şəfa versin, Allah kömək olsun, Allah sizə səbir versin, Allah şəhidlərimizə verir. Sağ olun, gözəl olun. Çok sağ olun. Siz də sağ olun. Sağ olun. Sağ olun. Deyərəm ki, tez getəsiniz. Allah şəfa versin. Sağ olun. Siz də sağ olun. Nə gəlin? Sağ olun. Əlaqə saxlayın. Sağ olun. Salam. Kızım sağ olun. Allah kömək olsun. Allah sizə sağ olun. Allah razı olsun. Allah razı olsun. Sağ olun. Sağ olun. Allah razı olsun. Sağ olun.